Hamıya salam dostlar, yeni videoyla qarşınızdayım. Mən Ümid Qurbanov. Bugün sizlərlə linklər və şəkillər mövzusunu keçəcəyik. Bildiyimiz kimi hər veb saytda link olur, şəkil olur və bu linklər və şəkillər bir-birlərinə bağlı olur. Gəlin sizlərlə buna bir nümunə göstərim. Məsəl üçün deyək ki, hansı bir sayt olsun, məsəl üçün kontaktın saytı. Deyək məsəl üçün, baxın. Gördüyünüz kimi burada yuxarıda mağazalar sözü linkdir. Gördüyünüz kimi. Və biz hər hansı bir səhifəyə keçid etməkdən ötürü bu linkə klik edirik. Baxın. Mağazalar linkinə keçid etdikdən sonra gördüyünüz kontaktın ölkə üzərindəki mağazalarının səhifəsinə daxil oldu. Ancaq bir də şəkil üzərindən link var. Şəkil üzərindən link nədir? A təqinin içərisində image elementini yazırıq və şəkilli link alınır. Gördüyünüz kimi şəklin üzərinə klik etdikdən sonra yeni bir səhifəyə keçid edirik. Nümunə olaraq baxın, bir dənə zəhmət olmasa deyək ki, klik elədik. Gördüyünüz kimi iPhone şəklinin üzərinə klik etdikdə avtomatik olaraq birbaşa iPhone səhifəsinə keçid edir. Linklər iki cür olur. Bir daxili linklər olur, bir xarici linklər olur. Hal-hazırda sizlərə göstərdiyim linklər daxili linklərdir. Web saytın içərisində bir nöqtədən digər nöqtəyə keçid etməkdən ötürü istifadə olunan linklər daxili linklər sayılır. Ancaq web saytın içərisindən digər, yəni xarici bir resurs mənbəyə keçid etməkdən ötürü istifadə olunan link xarici link sayılır. Gəlin nümunə olaraq bir neçə kod yazaq. Baxın, linklərimizi biz A elementinin içərisinə daxil edirik. Gördüyünüz kimi, məsəl üçün, burada A bizim elementimizi ref yazılan, yəni hypertext reference-dır. Məsəl üçün, biz linkimizi bura qeyd edəcəyik. Linkimizi qeyd etdiyimiz zaman ilk öncə www.facebook məsəl üçün .com. Biz bunu yazırıq. Gəlirik. Ctrl-S etdik. Yəni yaddaşda saxlayırıq. Ancaq indi mən bunu Ctrl-S etdiyim zaman mən browserdə boş bir ekran görürəm. Gördüyünüz kimi heç bir yerdə link yoxdur. Çünki niyə? Biz A elementinin içərisinə mətn daxil etməmişik. Onun üçün də A elementinin ilk öncə ref bölməsinə linkimizin ünvanını qeyd edirik və iki oxun ortasına linkin gedəcəyi ünvanın adresini qeyd edirik. Məsəl üçün, bizim hal-hazırda linkimiz Facebook'dur. Gəlirik bura, yazırıq Facebook məsəl üçün. Gördüyünüz kimi Facebook yazırıq, Ctrl-S edirik. Gəlirik öz indeks səhifəmizə. İndeks səhifəmizə gəldiyimiz zaman gördüyünüz kimi burada Facebook yazısı çıxır. İndi biz Facebook yazısına klik etdikdən sonra nə baş verir? Gördüyünüz kimi link keçərsizdir. Niyə? Çünki biz bu linki özümüzdən yazmışıq. Ancaq biz burada gəlib, məsəl üçün Facebook yazırıq. Deyək ki, Facebook'un giriş və çıxış səhifəsi olsun. Deyək ki, bura. Linki kopyalayırıq burada. Linki kopyaladıktan sonra gəlirik bura. Linkimizi bu iki dırnaq işarəsinin arasına yapışdırırıq. Keçirik səhifəyə, indeks səhifəmizə. İndeks səhifəmizə keçdikdən sonra gördüyünüz kimi heç bir dəyişiklik baş vermir. Ancaq Facebook yazısının üzərinə klik etdikdən sonra birbaşa Facebook səhifəsinə yönləndirmə edir. Daha sonra indi biz əgər şəkillərə link verəsi olsaq necə eləməliyik? Onun üçün də A təqini bunu silək. Daha doğrusu bunu commit ataq. Commit də bildiyimiz gibi Ctrl-K-C. Yəni commit nədir? Bu, əgər kodu yazırıq, ancaq istifadə etmiriksə, amma vacibdir kod. Bunu istifadə eləməklə hal-hazırda deaktiv edirik. Onun üçün Ctrl-K-C edirik. Hansı kodu deaktiv etmək isə onu seçirik. Ctrl-K-C etdikdən sonra belə yaşıl ekran olur. Daha sonra Ctrl-S eləyirik. Baxın. Mən səhifədən çıxdım. Üzr istəyirəm. Yenidən gələk. Gördüyünüz kimi buradan Facebook sözü silindi. İndi
Gəlirik aşağıya. A elementini qeyd edirik və Enter'e 2 dəfə klik etdikdən sonra, daha doğrusu 3 dəfə klik etdikdən sonra bir dənə image elementini əlavə edirik. Image elementimiz nədir? Biz image elementimizlə şəkillərimizi və şəkillərimizin adlarını web saytımızda saxlaya və yerləşdirə bilirik. Image elementimizdə src, yəni src nədir? Şəklimizin ünvanı haradır? Şəklimizin ünvanı dedikdə, yəni şəklimiz haradan gəlir bura? Gördüyünüz kimi hal-hazırda test 1 qovluğunun içərisindən biz seçirik. AVBU belə bir random ad qoymuşam. Bu şəklin adıdır. AVBU. Daha sonra bunu Ctrl S edirik. Gedirik indeks səhifəmizə. İndeks səhifəmizə gördüyünüz kimi şəkil artıq gəldi. Ancaq kliklədiyimiz zaman heç bir səhifəyə yönləndirilmə yoxdur. Çünki biz A elementinin içərisinə image vermişik, doğrudur. Amma A elementinə də, A elementinin herefinə, yəni Hypertext Reference bölməsinə yönləndirmə linki qeyd eləməmişik. Onun üçün nə edirik? Bura bayaq kopyaladığımız, məsəl üçün Facebook linkini gəlirik. Bura kopyala yapışdır eləyirik. Bunu da Ctrl-C kopyalama, Ctrl-V yapışdırmadır. Bunu etdik. Okey. Daha sonra nə edirik? Alt element, image elementinin içərisində alt elementini görürük. Alt elementin nədir? Yəni şəklimiz açılmır. Ancaq orada şəklin adı görünür. Bu alt elementinin sayəsində baş verir. İndi mən sizə bunun nümunəsini göstərəcəm. Gəlin göstərim. Deyək ki, Facebook'a keçid vermişik. Burada yazırıq ki adını. Məsəl üçün adı olsun ki dağ şəkli. Gəlirik web saytımıza. Kopyalayırıq. Gördüyünüz kimi şəkil yoxdur. Ancaq adı qeyd olunub. Bu nəyə görədir? Yenidən qeyd edirəm. Alt əmrinin sayəsində alt əmri image elementində şəklimiz açılmasa, onun adını göstərməkdən ötürü istifadə olunan bir elementdir. src, yəni src bu şəklimizin ünvanını göstərir. Ancaq indi src-nin içərisinə biz şəklimizin adını qeyd edirik və yenidən refresh veririk. Gördüyünüz kimi dağ şəkli itir. Niyə? Çünki artıq şəklimiz görünür. Dağ şəkli, dağ şəkli sözü daha doğrusu nə vaxt görünürdü? Sadəcə şəkil görünmədiyi müddətdə. Ancaq şəkil görünəndə alt əmri icra olunmur. Olunur ya arxada icra olunur. Biz onu görə bilmirik. İndi gördüyünüz kimi A təqinin içərisində image təqi vermişik və keçid vermişik. İndi biz bu şəklin üzərinə bir dəfə klik vursaq, birbaşa Facebook'a yönləndirmə verir. Baxın, yenidən eləyək. Klik eləyirəm, birbaşa Facebook'a yönləndirmə verir. Bunun səbəbi nə oldu? Bunun səbəbi də oldu ki, A təqinin içərisində biz image təqi vermişik, image elementi vermişik və A elementinin refinə hansı linkə keçid etmək istəyiriksə, o linki qeyd eləmişik və image'in içərisinə src elementinə də şəklimizin JPEG-dir, image-dir, o adını qeyd eləmişik və alt elementin içərisində şəklimiz görünməsə, hansı adla çıxsın deyə onu qeyd eləmişik. Deyəcəksiniz ki, bu nə üçün istifadə olunur? Ola bilər ki, siz slider yığırsınız. Gələcəkdə inşallah saytlarda slider yığarsınız. Həmən sliderda şəkil görünməyər. Ancaq bu alt əmrinin sayəsində siz avtomatik olaraq biləcəksiniz ki, bu şəkil haranın şəklidir. Deməli, qısa özətini keçsək, bu günləri sizinlə A elementinə və image elementinə öyrəndik. A elementi link rolunu oynayır, image elementi isə şəkil rolunu oynayır. Bu dərsimiz bu qədər. Gələn dərs görüşmək ümidi ilə kanala abunə olub, videoyu bəyənməyi və irad və təkliflərinizi şərhlərdə bildirməyinizi unutmayın.